Bakıda Aiqa beynəlxalq grappling turniri keçirilib. Grappling idman növü üzrə beynəlxalq səviyyədə tanınan Aiqa turnirində dünyanın 30-dan çox ölkəsindən peşəkar idmançılar yarışıb. İlk olaraq tədbirin açılış mərasimi keçirilib. Bugün xüsusi bir gündür çünkü bugün Super Fight dediğimiz xüsusi qarşıdurmalar var. Burada dünyada tanınmış idmançılar, Azərbaycanın qabaqçı idmançılarla qarşılaşacaqlar. Düşünürük ki, çox maraqlı qarşıdurmalar olacaq. Daha sonra söz tədbirin rəsmi qonaqlarına verilib. Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç tədbirlə bağlı danışıb. Ardınca Federasiya prezidenti Azad Əskərov və digər qonaqlar çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Yarışın qonaqları sırasında boks əfsanəsi sayılan Gennadi Golovkin də yer alıb. O da çıxış edərək Bakıda olmağından məmnunluğunu bildirib və iştirakçılara uğurlar arzulayıb. Dəvətə görə təşəkkürünü bildirib. Aiqa yarışlarının gələcəkdə də əhatə dairəsinin genişlənməsinə ümid edirik. Azərbaycan hər zaman mötəbər turnirlərin təşkilində müstəsna təşkilatçılıqla diqqət çəkir. Burada reallaşan təqdimatdan çox razı qaldım. İnanıram ki, bu əməkdaşlıq grapplingi daha da məşhurlaşdıracaq və bu idman növü daha kütləvi hal alacaq. Çıxışlardan sonra mübarizələrə start verilib. Ümumilikdə 140 qızıl medal təqdim edilib. Beynəlxalq arenada tanınan idmançılarımızdan Zaur Hacıyev və Əkbər Hacı Əkbərovun görüşü birincinin qələbəsi ilə bitib. Digər idmançılarımızdan Məhəmməd Qurbanov və Seykan Cəfərov da döşək üzərinə çıxıb. Qeyd edək ki, yarışın təşkilatçısı Kvan Qrup daşınmaz əmlak şirkətidir.